dörd başa yığılıbsa, iki başa da boşalmış olur. Aha, iki başlı əzələ yığılıbdırsa, ayağımızı nə etmişik? İki başa yığılıbdırsa, ayağımızı bükmüşük. Əla, dörd başlı əzələ o zaman boşalmış vəziyyətdə olur. Amma Bəli. biz əgər dörd başlı əzələmiz yığılıbdırsa, ayağımızı nə etmişik? Bu zaman ayağımızı açmışıq deməli. Bazunun önündə. Aha, iki başlı əzələ bazunun önündə. Əla. Bəs arxasında hansı əzələmizdir? Arxasında üç başlı əzələ. İki başlı yığılsa qolumuza nə edəcək? İki başlı yığılsa qolumuz büküləcək. Aha. Üç başlı yığılsa isə Üç başlı yığılsa qolumuz açılacaq. əla. Skeletimizin müəllim necə yəni? Baş, göv. Müəllim. Denən görün, Mələk. Evet. Baş, gövdə və ətraflar. Əla. Aha, davam elə xəyal. Məsələn, baş üçün nə demək olar? Başın skeletində nə deyə bilərik? Ona kəllə kimi deyilir və beyni qoruyur. Əla. Baxın, başımızın ön tərəfindəki sümüklərdə birləşmə şəkli hansı formadadır? Hərəkətsiz. Axı, alt çənəmiz də var idi. Alt çənəmiz necə birləşmişdi? Yarım? Yarım niyə? Tam hərəkətli. Alt çənəmiz tam hərəkətli. Məsələn, biz demişdik ki, başımızın əzələsində nə yoxdur? Skeletində nə yoxdur? Yarım hərəkətli. Bəli, yarım hərəkətli birləşmə yoxdur. Əla. Başımızdan bitdik. Gəlin başı bağlayaq. Keçək onurğa sütununa. Onurğa sütununu bizə izah elə Səma. Səma izah eləsin bizə. Bizim burada gövdəni izah edeyim. Onurğa sütununda neçə fəqərə var idi? Fəqərə sümüklərindən danışaq. 4 fəqələ vardır. Bunlardan boyuna 7 fəqələ düşür. 12 döş fəqələsi, 5 dənə bel olmalı, 4-5 dənə isə büzdün fəqələsi var. İlk boyun fəqələsi hərəkətlidir. 12 döş fəqələsi və bel fəqələsi yarım hərəkətlidir. Oma və büzdüm isə hərəkətlidir. Hərəkətsiz. Yarım hərəkətli. Hərəkətsiz. Oma və büzdüm hərəkətsizdir tamamilə. Yəni bizim əslində onurğa sütunumuzda hər üç cür birləşmə var. Hərəkətsizi də var, yarım hərəkətlisi də var, hərəkətlisi də var. Amma ən çox bütün fəqərlərin içində daha çox hansı birləşməyə rast gəlirik? Yarım hərəkətli. Yarım, bəli. Yarım hərəkətli olanlar daha çoxdur, düzdür. Yaxşı, qabırğalarımızı bizə Fatimə de görüm. Neçə dənə idi qabırğa sayımız? Və hansı fəqərələrə birləşirdi qabırğalar? Bizdə 4 dənə qabırğamız var idi. 4 qabırğamız var idi. Hansı şöbəyə birləşibdi həmin qabırğalar? Bax, onurğanın hansı şöbəsinə birləşib? Bu qabırğa birləşən şöbəyə nə ad vermişdik? Bir görüm Selcan. Döş şöbəsinə düşdük. Döş şöbəsinə birləşibdi. Hər bir döş fəqərəsinə neçə dənə qabırğa birləşibdi uşaqlar? 2 Hər döş fəqərəsinə 2 dənə. Bəli, hər döş fəqərəsinə 2 dənə qabırğa birləşibdi. Doğrudur. Lasaq, təkcə məsələn baxsaq, tutaq ki, döş qəfəsinə. Daha doğrusu belə baxaq gəlin. Digərlərini bağlayıram. Bir dənə bax, burada qabırğaların birləşəcəyi hansı fəqərələr olmalıdır? Döş şöbəsi fəqərələr. Bəli, döş şöbəsinin fəqərələri. Onların da sayı neçə dənədir? 12 dənə. 12 dənə. Hər birinə də 2 dənə qabırğa birləşibdir. Qabaqda duran isə, qabaqda qabırğaların birləşdiyi sümüyün adı nədir? Döş sümüyü. Döş sümüyü. Sayı neçə dənədir? 1 dənə. 1 dənə, afərin. Ətrafların skeletinə baxsaq, məsələn, yuxarı ətraf. Yuxarı ətraf skeletini bizə yox, sən danışdın, Selcan. Bizə kim danışmaq istəyər, başqa danışmayanlardan? Buyur Mələk, danış görüm. Yuxarı ətrafda hansı sümükləri görür? Yuxarı ətrafda həm ayaq, həm də qol hərəkətlidir, tam olaraq hərəkətlidir. Aha, yuxarı ətraf deyəndə ayaq nəzərdə tuturuq, yoxsa təkcə qollar? Təkcə qollar. Əla, qollarımız, doğrudur. Əslində qollarımızın hərəkətli hissəsi hardan başlayır? Hansı sümükdən başlayır? Oynaq.
Aha, hansı sümükdən başlayır? Sayid idi deyəsən. Yox, adını sor. Yox, hə, sayt aşağıdakıdır. Sən dediyin, bax bu sümük, bunun adı nədir? Bazudur. Birinci sümük bazudur, sonraki sümük saytdır. Sonra da pəncə sümüklərimiz görsənir. Oldu mu? Məndə ekran donur deyə görmürəm haranı göstərirsiniz. İndi görmürsən. Hə, indi gəl. Bax bu sümük, burada gördüyüm bu sümük. Bu nədir? Ora bazu. Bazu. Buradan aşağısına nə deyəcəyik? Orada sayid. Saytdır. Əla. Bax bax bu hissə ilə bu hissə isə qurşaq hissədir uşaqlar. Qurşaq hissəni çox da danışmırıq deyə təbiət dərsliyində. Amma demişdim mən sizə uşaqlar, yadınızdadır. Kimin yadındadır qurşaq hissədəki sümüklər? De görüm. De görüm Selcan. Mən qurşaq hissədə həm kürək sümükləri var, bir də köprücük sümükləri var. Kürək sümükləri arxadan birləşibdir, səhv eləmirəmsə onu buraya. Və köprücük sümükləri də bazuya birləşibdir. Dayan, gözlə bir dəqiqə, bunu yaxınlaşdırım. Niyəsə yaxınlaşmadı. Hə. Bax, körpücük sümüyü bu qabaqda duran sümüklərdir da. 2 dənə qabaqda duran sümüklər. Düzdür? Bəli. Bax, bu 2 dənə qabaqda duran sümüklər bizə hara birləşib dedirsə, baxın. Yerinə qoyuram, görün. Kürəklərə birləşib. Baxın, həm kürəklərə, həm də qabaqdan nəyə birləşibdir? Bax, bu hissədə. Döş sümüyünə birləşibdir. Aha, döş sümüyünə birləşibdir. İndi arxadan gəlin baxaq. Bizim kürək sümüyü burada elə görsənir ki, güya qabırğalara birləşibdir, amma birləşməyibdir, qarışdırmayarsınız. Kürək sümüyü təkcə burada bu bazu sümüyünə birləşibdir. Öndən də təbii ki, bayaq dediyik körpücüyə, buna birləşibdir. Başqa orada qabırğalara birləşmə yoxdur, sadəcə elə görsənir. Baxın, diqqətlə, ara boşdur. Baxın, birləşmə yoxdur qabırğalarla. Görünür? Bəli. Çalın da mən deyim mi? De görün, genel xəyal. Ətrafları iki hissəyə bölünür. Sərbat hissə və qurşaq hissə. Qurşaq hissəyə çana qallanır. Çana qabaqdan özünə, arxadan isə müəllim buda, deyəsən buda. Yox, aşağıdan buda birləşir. Bax, buradadır, bax. Aşağısını görürsən, bax bu. Buradan buda birləşibdir, buradan. Öndən digər ilə birləşibdir. Arxadan isə, gəl arxasından da baxaq. Arxasından hara birləşibdir uşaqlar? Çevirə bilmədim. Hə, bunun onurğasının yerinə qoyaq da. Hara baxın birləşibdir? Bəli, büzdümə yox, omaya birləşibdir. Büzdümə yox. Omaya. Bəli, oma şöbəsinə birləşib. Mən bud, baldır və pəncədir. Bud, baldır, pəncəyə də gəl baxaq. Aha, bu da pəncə hissəsidir. Düzdür, buyur. Həzm sistemi birinci ağız boşluğundan başlayır. Bu zaman qida burada xırdalanır və ıslanır. Sonra isə ağız boşluğuna ağız suyu vəzləri açılır demişdik. Bax, qıraqda görürsünüz, burada. Hər biri ağız suyu vəzləridir. Axacaqları açılır ağız boşluğuna. Bax, bu uzun orqan nədir? Qida borusu. Qida borusu, əla. Aha. Davam edək. Qida borusunu keçdikdən sonra da mədəyə gedir. Mədədə 4-6 saat qalır və həzm olunur. Mədədən sonra isə nazik bağırsağa keçir. Nazik bağırsaqda qida maddələri qana sorulur. Bu qaraciyəri bağlayaq, pankreası bağlayaq və mədənin daha rahat hara bağlandığına baxaq. Məsələn, baxın, diqqətlə. Mədə gəlir yuxarıdan nəyə bağlanır, birləşir? Qida borusu. Qida borusuna. Bəs aşağıdan? Nazik bağırsağa. Əla. Baxın, nazik bağırsağa. Mədədən sonraki nazik bağırsaq hissəsinə nəyin axarları açılır, bayaq dedik? Bir qaraciyərin, diqqətlə baxın. Görürsünüz? Qaraciyərin nə axarıdır? Baxın, bu öd axarıdır. Görürsünüz? Aşağıdan görsənir. Açılır.